Bəzi vətəndaşlarımız olur, çox sadə şeylərdən nəsə şikayət edirlər. Bilirsiniz, şikayət hər zaman olar. Bəzən çətinliklər də olursa, gəlin çətinlikləri birgə həll edək. Yəni TikToka çıxım, ancaq hər şeydən şikayət edeyim yox. Buna Sən kimi dolamısan? Milləti avam yerinə qoyursan? Hansı vətəndaşın şikayətlərini dövlət idarəsi dinləyir, dərdlərini həll eləyir? İnsanlar palaz-palaz ərizələr yazırlar dövlət idarələrinə. Şikayətlər bildirirlər. Rayonda polisdən şikayət eləyəni təzədən göndərirsiniz həmən polisin üstünə. O polis də yazıq həmən vətəndaşın başına nə oyun açır. Hətta lap şərləyib tutur da ki, sən gedib haralara şikayət eləmisən məndən. Budur da sizin dövlət idarəçiliyiniz. Hikmət Hacıyev bu sözləri bilirsiniz harda deyib? Şuşada. Yığıb özü kimi matışqa sifət blogerləri, Mirşahin kimi jurnalistləri gətirib İlham Əliyevlə Şuşada görüşdürməyə. Ki, orada İlham Əliyevə yaxşı yaltaqlansınlar. Axı Prezident İlham Əliyevin yaltaqlıqdan və yaltaqlardan xoşu gəlir. Makyaj ustaları, blogerləri, aşbazları yaxşı yaltaqlana bildikləri üçün Şuşada İlham Əliyevə jurnalist adı ilə Hikmət Hacıyev soxuşdurub.